a summer day in 1992 in the village of Yengija in the Sharo district, a baby boy was born. He was named Allahyar. At the time of his birth, the homeland was in distress. Although he didn't yet understand the meaning of words like motherland, land, or occupation, living for a while military settlement made him begin to observe and cherish what he saw. He would proudly wear a military uniform and take pictures with soldiers. However, he didn't know that one day he would become one of those who wore the uniform with pride, serve in the national army and be among those who drove the enemy's filthy feet of the occupied lands. İdmanın vurğunuydu Allahyar. Allahyar orta məktəbdə də yaxşı oxuyubdu. 7 nömrəli orta məktəbi Sultanova adına Naxçıvan şəhər 7 nömrəli orta məktəbi bitiribdi. Oradan 9-cu sinifdən Naxçıvan Cəmşid Naxçıvanski adına liseyə daxil olub. 2010-cu ildə buranı bitirib. Oradan Bakı Ali Hərbi Məktəbinə yollanıb. Allahyar, who had a great interest in sports, was driven towards his goal by his endless love for the military profession. After completing the 8th grade, he applied to military lyceum named after Heydar Aliyev. The years he spent studying at the military lyceum brought Allahyar many valuable experiences. There, he gained knowledge, skills, and basic military training. Alongside his fellow cadets, he continued his education by moving to Baku. In the year 2014, Telmanlı Allahyar graduated from the Azerbaijan Higher Military Academy, named after Heydar Aliyev, and began his service. Taking his first steps in the name of homeland, the young officer stood out his knowledge, skills, and physical strength. When the April battles began in 2006, Telmanlı Allahyar actively participated in these battles. Fighting until the very end, Allahyar was shot by a sniper while trying to rescue and fallen comrade. Allahyar həmişə evə gələndə deyirdi, ana mən niyə şəhid olmadım? Keç mən də şəhid olardım. Deyirdim ki, dedim, biri şəhid olar, biri qazi olar. Deyirdi, yox, sən bilmirsən, şəhidlik böyük zirvədir. Anasından bilməzsən necə oğullarınız şəhid oldu. Allahyar xidmətdə olduğu zaman aprel döyüşlərində medalına təltif olunubdu, qazi adına layiq görülübdü. Aprel döyüşlərindən sonra 3-cü dərəcəli medalına təltif olunubdu. A young officer Allahyar, who was still in service, had an even greater challenge ahead. Well aware of the strength of our army and the determination of the soldiers, he clearly understood that sooner or later they would achieve victory in the Gulf War and liberate our lands from occupation. He believed that it would also be his honor to raise the tricolor flag that loved more than his own life on those sacred lands. Prezidentimiz elan elədi ki, 4 kəndimiz alınıbdır. Ona bir yarım saat sonra qardaşına zəng demiş ki, 4 kəndi almışıq, irəliləyirik. Allahyar ki, Horadizi alandan sonra, Füzuli'nin Horadiz kəndini düşməndən azad edəndən sonra hərbi sizə tərəfindən deyiblər ki, siz başqa istiqamətə gedin, buranı başqa bir bölük qoruyacaq. Allahyar ki, bir dağ tərəfə, yenə o video var məndə, hamısı dəftərlə belə istirahət edirlər. Bir də baxıblar ki, həmin qrup Horadizi saxlaya bilməyiblər. Təzədən düşmən hücuma keçib, Horadizi qaytarıb. Bir də görüblər ki, Allahyar görüb ki, düşmən tankları gəlir. Yəni, bunun qazi yoldaşları mənə danışıb hamısını. Allahyar ki, təzədən hücum ediblər, təzədən o uşaqlar hücum ediblər, Horadizi yenidən qaytarıblar, Horadizi təzədən qaytarmasaydılar, düşmən, yəni siz görməyibsiniz, o Füzuli'nin yolu var, o yolu bağlasaydılar, bizim ordumuzun hamısı qalacaqdı mühasirədə. Senior Lieutenant Allahyar Telmanlı, who fought honorably from Füzuli to Hardrut, fulfilled his sacred dream in Zebrail. The tricolor Azerbaijan flag with the crescent and star now waves over the eternal ancestral land. Bizi Allahyar uşaqların hamısı məzarlıqda istirahət edilmiş. Gecə saatlarında öz dostları ilə danışıb, deyib, sabah ən ağır əməliyyatımızdır, bu əməliyyatdan sağ çıxsaq bizə ölüm yoxdur. Allahyar görüb ki, snayperçi bunları snayperə salıb düşmən tərəf. Allahyar uşaqlara göstəriş verib ki, kimsə başını qaldırmasın, heç kim başını qaldırmasın. Allahyar tək başına dağa qalxıb, zirvəyə qalxıb, yəni snayperçini vurmaq istəyibdi.
Allahyar bilməyib ki, düşmən Allahyara sağ ələ keçirmək istəyirmiş. Allahyar birinci düşmən tərəfindən ayağından vurulubdu. Uşaqlar danışır ki, o sağ qalan qazilər danışır ki, aşağıdan çıxırdıq, komandir sənə nə oldu, sənə nə oldu deyə biri onu dedi ki, məni vurdular. Despite being wounded, Senior Lieutenant Allahyar Telmanlı, who played a major role in destroying the enemy's personnel and equipment, continued to fight. In the intense battles in the direction of Hardruk, the young officer was struck by another enemy bullet and became a martyr. Yəni bir ana kimi oğlumla fəxr edirəm ki, elimiz obamız uğrunda şəhid olubdur. Mənim də oğlumun payı var bu torpaqların alınması uğrunda. Balamla fəxr edirəm. Çox şükür ki, balam vətən uğrunda şəhid olub. Today, his grave has become a place of pilgrimage. The life path of the young officer, who fit his love for homeland into 20